Selamun Aleyküm, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. İnsan ömrü həqiqətən çox böyük sərvətdir. Yəni, bu ömür uca yaradan tərəfindən, Allah tərəfindən insana verilmiş ən dəyərli bir varlıqdır. Və bunun bir başlanğıcı var və bunun mütləq bir sonluğu var. Və ağıl sahibi insan sonluğu unutmamalıdır. Yəni, öz aqibətini unutmamalıdır. Və bu sonluq da mütləq hər kəsi tapacaq. Yəni, bizdən öncə nə qədər insanlar yaşayıb, nə qədər qövmlər yaşayıb, hansı ki, böyük bir cəmiyyətlər, böyük bir krallıqlar, böyük bir ölkələr, nəhəng quruluşlar, sistemlər, haqq olan, haqq olmayan hamısı bugün yoxdur olar. Bugün o milyardlarla insanlar yoxdur. Artıq qovuşublar Allaha. Eləcə də biz də onlardan sonra gələn bir qövmük ki, müəyyən bir əcəlimiz var, müəyyən bir tariximiz var. Yəni, bir müddətdən sonra biz də olmayacağıq. Yəni, indidən götürsək, yəni bir orta yaşlı insanları nəzərə alsaq, 30-40 ildən sonra, maksimum 50 ildən sonra gördüyümüz bu insanların heç biri qalmayacaq yer üzərində. Ona görə bu ömür sərvətini layiqincə dəyərləndirmək lazımdır. Quran-ı Kərimdə bir balaca bir surə var. Amma o surə baxmayaraq ki, bir neçə ayədən ibarətdir, amma bütün Quranın məğzini, bütün Quranın ümumi mesajını özündə əks elətdirir. Və demək olar ki, Quran əvvəldən sona qədər nəyə çağırırsa, həmin balaca surədə onu insana izah edir. Və o surə bir çox insanların, əksər müsəlmanların demək olar ki, bildiyi Əsr surəsidir. Allah Taala Quran-ı Kərimdə belə buyurur: "Vəl-əsr", əsrə and olsun. Allah Taala öz yaratdıqlarına and içə bilər. Amma insanlar yalnız uca Rəbb, ən müqəddəs olan Allaha and içə bilərlər. Buyurur ki, əsrə and olsun, yəni vaxt. Bu da vaxtın dəyərini göstərir. Yəni, bu da vaxtın böyük bir sərvət olduğunu göstərir. Çünki Allah Taala bir şeyə and içirsə, həmən and içilən şeyin çox əzəmətli bir şey olduğunu göstərir. Və bu, insanlıq üçün bu vaxt, bu ömür həqiqətən misilsiz bir sərvətdir hər bir insan üçün. Ona görə Allah Taala vaxta and içir. Və sonra Allah Taala buyurur ki, "İnnəl insane lefi xusr." Həqiqətən insan zərər içindədir, ümumilikdə. Həqiqətən insan zərər içindədir. Sonra istisnalar var orada. Kimlər o zərərdən çıxıb. Amma ümumi olaraq uca Rəbbimiz buyurur ki, insan ümumilikdə zərər içindədir. Bir İslam alimlərindən deyir ki, yəni bu ayənin, düzdür, ayənin açıqlaması var. Yəni, oxusaq görəcəyik, açıqlaması nədir. Sadəcə deyir ki, bunu tam dərk edə bilmirdim bir hadisə ilə qarşılaşana qədər. Deyir ki, bir dəfə gördüm ki, bir insan buz satır və qışqırır, insanlara çağırır ki, ondan buz alsınlar. Yəni, qədim vaxtlarda buz əldə edilmək çox çətin bir iş olub. Dağlardan, uzaq yerlərdən buz gətirilib müəyyən şəraitdə, qısa müddətdə o işlədilməli idi. Və deyir ki, və gördüm ki, o insan necə onu həyəcanla, necə qorxu ilə tələsik elan eləyir, insanlardan o almasını tələb eləyir və görürəm ki, o necə, yəni qısa bir vaxtda əriyib gedir. Yəni, satılan satılır, satılmayan yox olur, gedir, elə bil yoxdur. Əriyib suya dönür. Və deyir ki, onda başa düşdüm. Yəni, bu nə deməkdir? Onda başa düşdüm ki, yəni bu əsr, Allah Taala necə deyir ki, insanlıq ziyan içindədir. Onda başa düşdüm ki, doğrudan da belədir. Yəni, Allah Taala insana bir ömür verib, həyat verib. O, əgər uca Rəbbimizin dediyi kimi yaşamasa, buzun misalındadır. Ona görə nə etmək lazımdır? O vaxtı satmaq lazımdır. Satıb dəyərli bir şey almaq lazımdır. Onu da necə satmaq olar? Uca Rəbbimiz Quran-ı Kərimdə deyir ki, "İllellezine amanu", yalnız iman gətirənlər və salih əməl işləyənlərdən başqa, "və təvasav bil haqq", haqqı tövsiyə edənlər, "və təvasav bis sabr", həmçinin səbri tövsiyə edənlər, mərhələli şəkildə. İman gətirib, əməl edən, onu insanlara tövsiyə edən və bu yolda səbr edən. Yəni, bu xislətli insanlardan başqa bütün insanlıq ziyan içindədir. Nə qədər çox olurlarsa, olsundan fərqi yoxdur. Ona görə o çoxluğa aldanmaq olmaz. Rəbbimizin vədinə, onun sözünə etibar etməliyik, güvənməliyik. Və bu surədə, balaca surədə olan mesaj bizə dinin demək olar ki, tam şəkildə anladır. Ki, insanlıq bütünlüklə ziyan içindədir. Yalnız bu istisnalar. Ona görə dəyərli izləyicilər, dəyərli müsəlmanlar, bu surəyə, necə deyirlər, lazımınca diqqət yetirək və Rəbbimizin tövsiyələrinə qulaq asaq ki, dünyada və axirətdə xoşbəxt olaq. Esselamu Aleyküm.